Fikirlər müxtəlifdir, yanaşmalar müxtəlifdir, amma əslində kökündə hamısının eyni məqam dayanır. Və həm də təmiz hava qəbul eləmək lazımdır. Əgər hər hansısa bir gərginlik varsa, dənizkənarı bulvarı indi Bakıda yaşayanlara şamil olunur bu. Gedə bilərsiniz, orada gəzirsiniz və dənizkənarı bulvar artıq bu il Aynur nə az nə çox düz 116 yaşını qeyd edir. Maşallah və bizim dənizkənarı parkımız, bulvarımız dünyanın ən gözəl bulvarlarından biridir. Bunu təkcə biz demirik, paytaxtımıza gələnlər də deyir və bulvarımız 116 yaşını qeyd edir. Bununla bağlı sujetimiz də var. Qəlbimin aynasıdır ay arzular ömrümün solmayan yaraşırır. 116 il əvvəl bu yerlər hələ tam formalaşmamış bir sahil xətti idi. Söhbət Bakının vitrini adlandırılan Bakı bulvarı və ya dənizkənarı milli parkdan gedir. Zaman keçir, amma dövrlərdən Bakının olmazsa olmazı olaraq qalır. Bəs Bakı bulvarının tarixi nə vaxtdan başlayır? Dünyanın ilk neft tankeri Nobel qardaşları hazırlayıb burada dayanmışdı və estakadalardan hansısa bir sahilin bir hissəsini azad edib orada bulvar düzəltmək üçün təsəvvür edirsiniz, 1900-cü illərdə şəhər duması memarlıq müsabiqəsi elan etdi. Müsabiqənin qalibi Gabriel Termikelov Bakılı memar qalib oldu və məhz onun layihəsinə əsasən dənizkənarı bulvarın birinci hissəsi tikildi və indiki Kukla teatrından Azneft meydanına. Ondan sonra onun qabağında Hüseynov, belə bir təəssüf ki, tarix onun adını saxlamayıb, Hüseynov Azərbaycan memarı vardı və məhz onun layihəsi ilə hökumət evindən indiki Kukla teatrından bulvar düzəltdilər. 1900-cü illərin əvvəllərində Bakılılar çimərliyə yox, dənizin içində salınmış xüsusi hamamlara gedirdilər. Qız Qalası ilə üzbəüz sahilin kənarında dəniz hamamı olduğunu bilirdinizmi? Memarı Nikolay Bayev olan bu hamam 1914-cü ildə tikilib. Hamam 1960-cı ildə sökülüb. Görüş yerimiz saatın yanı. Bu cümlə minlərlə insanın həyatının bir hissəsinə çevrilib. Bulvarda dəyişməyən bir görüş nöqtəsi var. Bakı bulvarında bir vaxtlar elə-belə gəzmirdilər. 75 metrdən paraşütlə tullanırdılar. Adrenalin sevənlər üçün cənnət idi. İndi isə qüllə keçmişin həyəcanını xatırladır. Bakı bulvarı elə bir yerdir ki, burada gəzdikcə kino tariximiz bir film kimi göz önündən keçir. Hər qarışında bir film tarixi var. 1963-cü ildə rejissor Şamil Mahmudbəyov olan Romeo Mənim Qonşumdur filmi məhz bulvarın bu ərazisində çəkilib. Filmdə gördüyünüz dükan isə bulvarın bu hissəsində idi. Müştəri gəl, sil üzündən bir təri gəl, getmə dayan tez bəri gəl, iki qəpikdir fincanın, işlərin eləsin canım. 1960-cı illərin sonunda Bakıda qeyri-adi bir keçid tikildi, Perpendikulyar bulvar. Onun sonunda isə şəhərin ən romantik kafesi vardı. Yaşlı nəsil buranı yaxşı tanıyar. Bura keçmiş Satko restoranı idi. Dalğaların pıçıldadığı romantik məkan. Restoranın tikilişi 3 mərtəbədə planlaşdırılmışdı. Lakin Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Brejnev tikinti barədə məlumatlandırıldıqda heç bir Sovet ölkəsində bu cür layihənin olmadığını bildirir. Və onun göstərişi ilə tikintinin ilk 2 mərtəbəsi ləğv olunur, yalnız 3-cü mərtəbəsi tikilir. Xəzərin sahilində dalğaların səsi ilə müşayiət olunan Mirvari restoranı bir dövrün simvolu idi. Memarlığı qədər ruhu ilə də seçilən bu yerə indi daha yaxından baxaq. Etibarəmi? Bəli. Gözəl tikilidir, elə deyil. Məlumatın var bu barədə? Əlbəttə var, Azər. Mirvari kafesidir. 1962-ci ildə Bakı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdi. Bəlkə elə məlumatı özün tamaşaçılara verəsən.
Bəli, qeyd etdiyimiz kimi Mirvari kafesi 1962-ci ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Belə ki, 1962-ci ildə Əliş Ləmbəranski Skandinaviya ölkələrində məzuniyyətdə olarkən bir eskiz əldə etdi. Beləcə bir şəkildən doğan fikir Bakı bulvarında gerçəyə çevrildi və Mirvari kafesi doğuldu. 116 yaşlı bu sahil zolağı hələ çox nəsillərin görüş yeri, xatirə məkanı olacaq. Qədimliyi, eyni zamanda müasirliyi ilə hamıya qucaq açan Bakı bulvarı şəhərin ürəyində döyünən nağıllar dünyasıdır. Azər Hüseynova təşəkkürümüzü bildiririk. Maraqlı Bakı bulvarından bir sujet hazırlayıb bizim üçün. Təşəkkür edirik və 116 yaşlı Bakı bulvarından yenə danışacağıq. İrəliyən dəqiqələrdə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə xanım Mehdiyeva bizlə bərabər olacaq və orada görüləcək işlərdən. Çünki Bakı bulvarı bir qədər də genişləndirilir. Suallarımızı ünvanlayacağıq. Odur ki, siz də bizlə bərabər bu suallara qoşula bilərsiniz.